Qədim zamanlarda Bakı şəhərində yaşayan bir əmmaməli ulamə hər dəfə bazarın qabağından keçəndə 6-7 kərəm salavat çevirərmiş. Həmin şəxs məscidin qabağından keçəndə isə heç zaman salavat çevirməzmiş. Bunu görən bir nəfər ondan xəbər alır ki, ya şeyx, sən niyə belə eləyirsən? Bazar məsciddə müqəddəs yerdir ki, sən onun qarşısından keçəndə salavat çevirirsən. Ulamə həmin adama cavab verilmiş ki, mən məscidin qarşısından keçəndə ona görə salavat çevirmirəm ki, məscid salavatsız da Allahın evidir. Ora toplaşanlar da mənim salavatım olmadan salavat sahibləridirlər. Hərəsi bir salavatdır. Bazarın qabağından keçdikdə isə ona görə salavat çevirirəm ki, şeytan oradadır, bazardadır. Və hamının nəfsini alver zamanı təhdid edir. Məsciddə alver yoxdur deyə şeytan da yoxdur. Bazarda daim alver var deyə şeytan da oradadır. Mən də hər dəfə bazarın qarşısından keçəndə ondan salavatla Allaha sığınıram və mən insanların da bazarda Allah tərəfindən çevirdiyim salavat xətrinə mühafizə olunmasını istəyirəm. İndi Müdafiə Nazirliyində çalışan hər bir kəs, adi sürücü olsun belə özünü xalqa və tarixə elə təqdim etməlidir ki, biz bu nazirliyi salavatlı camiyə bilək, məscid qədər bilək. Ora uşaqlarımızı 2 illik qurban deyək, daha oranı bazar bilib qarşısından keçəndə əcdadımız ulamə kimi salavat çevirməyək. Əlbəttə ki, bu istək bütün nazirliklərə şamil olunmalıdır, amma Müdafiə Nazirliyi bizim üçün xüsusi bir nazirlikdir ki, oranın saf və dürüst olması Azərbaycanın gələcəyini və müstəqilliyini təmin edir deyə vacib sayılır. Zaman var idi Azərbaycanda əskərliyə getməyi xalq arasında biyara getmək kimi qəbul edirdilər. Əskərliyə çağırılan hər bir gəncin arxasınca evdən onun 2 il ərzində qulluq etməsi üçün gərək olan əskər ayaqqabılarına qədər əşyaları daşınardı. Şükür ki, biz bu etabı keçdik. Mənim jurnalist praktikamda Müdafiə Nazirliyində əskər yeməkləri, incidilmə, digər yeyinti işləri ilə bağlı bir neçə problemli materiallar da olub, amma çox əvvəl. Bugün orduda bütün bu müşküllər həll olunub. Bugün milli ordumuz Qafqazın ən böyük, ən güclü və faktiki təlimlərdə, yəni praktikada döyüş zamanı qələbə qazanmış yeganə ordudur. Texniki və taktiki hazırlığı ən yüksək səviyyədədir. Xalqın döyüş ruhu öz torpağı üçün canından keçmək ənənəsi ordumuzun fəlsəfəsinə çevrilib. Elə buna görə də ləkə uzaqdan tez görünür cənablar.